Salam hörmətli izləyicilərimiz, Dialog proqramına çox xoş gəldiniz. Mən Əmir Mərdani, Azıq qrupu tərəfindən yeni verilişimizlə qulluğunuzdayım. Bildiyiniz kimi Dialog proqramı neçə ay bundan öncə bir ara fəaliyyətdən sonra müvəqqəti olaraq öz işinə son verdi. Amma bundan sonra bəlkə zaman-zaman fərqli münasibətlərdə və önəmli günlər içində yenə Dialog proqramı öz tək verilişləri ilə qulluğunuzda olacaqdır. Bu günlərim qabağımızda çox yaxın zaman içində gələn bir tarixi gün haqqında danışacağıq. 27 fərvərdə 1389-cu ilin şəmsi ilin haqqında. Traktorun Təbrizdə İranın Persepolis timi ilə oyunu vardı. O gündən öncə, bir neçə gün ondan öncə çağırışlar verildi və bütün traktoru sevən qadınlardan, xanımlardan istənildi ki, o gündə bilirsiniz İranda stadionlara getmək yasaqdır. İran dövləti rejimi tərəfindən və çağırış verildi və istənildi ki, traktoru sevən qadınlar və demək olar Azərbaycanı sevən bütün qadınlar getsinlər və stadionun özündəki izinləri yoxdur. Amma stadiona baxan, stadionun yaxınında olan təpələrin üstündə yerləşsinlər və traktoru təşviq etsinlər, alqışlasınlar. Bu çağırışa bir çox qadın bəli səsin verdi və o təpələrdə yerləşdirildi. Gerçi çox az zamandan sonra əmniyyəti qüvvələrin hücumundan sonra hamısı bir çoxusu tutuqlanıb və dustaqlara aparıldı, kələntərilərə aparıldı və əmniyyəti qüvvələrin tələqi ilə tutuqlandılar. O aralarda bir şəkil çox gözə çarpdı. Bir xanımın şəkli, bir qızın şəkli ki, qırmızı bayrağı əlinə alıb və o təpələrdə tək başına, dimdik ayaqda, bayraq əlində üstə çıxır və təpənin başına getmək istəyir. Bu şəkil bir çox medialarda paylaşıldı. Demək olar dünyanın bir çox mediasında belə, Türkiyə ölkəsində, Azərbaycan və başqa ölkələrdə də belə paylaşıldı və çox gündəmdə oldu. Zaman-zaman o dəyərli qadınımız, o Azərbaycan sevər qadınımızın haqqında məlumatlar yığmağa çalışıldı. Bir çox yoldaşımız, özellikle Güney Azərbaycan içində o dəyərli fəalımızı tanırlar, amma bəlkə bir çox insanımız da tanımırlar. Bu günlərim bir ilk olaraq illərdən sonra o dəyərli fəalından, o dəyərli milli qadın fəalımızdan danışacağıq və bizə qonaq olublar. Gerçi bu verilişə tabi biz neçə il bundan öncə də hazırladıq, amma əmniyyəti məsələlərdən dolayı paylaşılmağa iznimiz olmadı. Amma gün böyünə gəlib çatılmışdır ki, artıq 8 ildən sonra, əgər səhv etməsəm, 1397-ci il indi və o ərəfə yetişdiyimizdə yenə o dəyərli milli fəalımızla birgəyik. Xanım S.M. ki, əmniyyəti nədənlərdən dolayı adının kamilini demirik və taxma adıyla bu proqramda bizə qonaq olublar, Maral xanım adıyla və o günü dəyərləndirəcək. Mən inanıram ki, çox gözəl bir veriliş olacaqdır. Hörmətli Maral xanım, çox xoş gəlibsiniz proqramımıza, dəyər veribsiniz, şərəf veribsiniz bizlə birgə olduğunuzda. Gerçi mən neçə il bundan öncə də sizin huzurunuzda vardım və veriliş hazırladıq, amma bəzi məsələlərdən dolayı paylaşa bilmədik. Yenə də çox xoş gəlibsiniz bizə, qonaq olubsuz və izləyicilərimizlə birlikdə olmağı seçibsiniz. Buyurun, izləyicilərimizlə salamlaşmaq istəyirsiniz. Buyurun ki, verilişə başlayaq. Çox sağ olun, çox yaşayasınız. Mən də sizə və hörmətli izləyənlərə salam arz edirəm və sizə və Dialog bərnaməsinə başarılar dilərim. Sağ olasınız, siz sağ olasınız gəldiyiniz üçün. Hörmətli Maral xanım, o günə gəldiyə, o günə gedək və o günün xatirəsini bir daha yaşayaq. Gerçi bir çox milli fəal, bir çox hətta Azərbaycanın belə sadəcə kültürel fəaliyyətlərinə, belə deyim, hətta Azərbaycan sevərlərin çox belə hər modelinə baxsaq, sizin o gözəl bir şəkliniz vardı. Mən bu arxamda da şəkillər bir gelir, sanırım elə bu şəkildir ki, çox yer aldı bütün medialarda və bütün yerlərdə. Hətta mən səhv etməsəm İranın Xəbər Vərdişi qəzetəsində də belə çap olundu bu şəkil və bir izahat da gəldi ki, Azərbaycan sevərlik artıq da indi qadın kişi tanımır, artıq indi gənc, qoca tanımır və Azərbaycan bir məfkurədir, Azərbaycan bir yerdir ki, onu sevmək üçün hər bir vəsilə, hər bir yoldan faydalanıb və dəyərləndirirlər orada yaşayan türk millət. Hörmətli Maral xanım, o günə gedək. O gün, təbii ki, o gündən öncə bir çağırışlar gəldi və onlar əsasında siz qərar verdiniz ki, bu işi görəsiniz. O zamanları biraz tərifləyin, hardan başladı, əsən o gün nələr oldu və nələr baş verdi o gün? O gün, özür dediniz, 89-cu ilin fərvərdin ayının 27-si idi ki, Traktor və Persepolis'in oyunu vardı Təbrizdə, stadion Yadigar İmam'da.
Və xop, çağrılar verildi, çağrışlar oldu oyundan qabaq və biz də xop təslim tutduqca gedək. Yəni özümüzə bir vəzifə bilirdik. Oyun günü biz hərdən bir oyundan 2 saat qabaq biz yola düşdük. Mən, anam və atam. Gedək stadiona sarı. Onda kolleton polis niruları və itilatı hamının bu çağrışlardan ton xəbəri var idi. Bütün yollar stadiona sarı hamısı bağlı idi və hamısı polis dayanmışdı və maşınlar üçün mutlaqən qoymurdular və qalan fəqət ağalar, bəylər gedə bilirdilər üstə. Biz hərdən bir saat yarım elə maşından dolandıq və bir yol axtardıq gedək və tapanmadıq. Tamam bütün yollar bağlı idi. Ta hala xoşbəxtanə deyəm, təqribən bir oyuna yarım saat qalan yolların birində polislər çəkilmişdilər və o yol açıq idi. Və biz getdik o yol stadionun dalındakı bir təpəyə yetişirdi. Biz orada getdik, hala maşını saxladıq. Bizdən qabaq bir ayrı ailə də var idi ki, ağa xanım, bir cavan qızları və bir dənə balaca oğlanlar vardı. Onlar da bizdən qabaq düşmüşlər və biz təpələrdən yuxarıya çıxmağa getdik. Bir dənə təpə çıxandan sonra stadion görüşürdü və o təpədən hər təpənin başında hər 20-30 metrdən şayət bir dənə sərbaz qoymuşdular. Və cəlbi bu iki sərbazlar bizə xoş gəldin elədilər ilk öncə. Dedilər ki, xoş gəlibsiz, ailələr bizə işarə elədilər ki, ailələr o tərəfdə əyləşiblər, siz də buyurun orada əyləşin. Biz də təşəkkür elədik və ailələr tərəfə uzaqdan da gördük ki, bir çox qadın və bəy yığışmışdılar ora. Getdik və biz Montağa təpənin o biri əlindən xəbərimiz yox idi ki, nə qədər yegan vicə niru aşağıda bizi gözlürdülər. Biz elə yetişdik, gördük ki, çox heykəlli yegan vicənin niruları çoxlu gəldilər, başımızın üstündə durdular və bizə çox pis ləhndən, çox bağırışla bizə dedilər ki, siz burada duramazsınız, çıxın buradan gedin. Biz də çox müqavimət elədik ki, bizim burada oturmağımızın nə müşkülü var? Biz gəlmişik, stadionu isə getməmişik. Mən atamla gəlmişəm, o birisi qadın ağası ilə gəlibdi. Burada heç bir müşkülü yoxdur. Hamımız da burada əyləşmişik. İcazə vermədilər. Dedilər, oyun qutulandan sonra burada əmniyyətiz ola bilməz. Dedik, tamam, oyun qutulmamışdan biz yarım saat öncəsinə gedərik buradan. Amma hətta əqəl qoyun, biz burada baxaq oyuna. Heç cürə icazə vermədilər və dedilər ki, gərək buradan gedəsiniz və yenəsiniz. Biz dedik, tamam, bizim maşını o əldə saxlamışıq, biz o əldən gedək. Dedilər, yox, o əldən gedənməzsiniz. Gəlin, o tərəfdən biz sizi görsədərik parking, ha tərəfdə oradan gedərsiniz. Biz kollən ailələri oradan hidayət elədilər əşyaya və dağın aşağısına yetişdik, gördük ki, oradakı maşınları bizə dedilər ki, minin maşına. Biz yenə müqavimət elədik ki, bizə demişdik ki, gedək maşınlarımızın tərəfinə. Dedilər ki, yox, bizdən görəsə Kəlandəriyə. Biz müqavimət elədik, amma gördük ki, yəni heç cürə icazə vermirlər. Dedik, tamam, biz bir iş görməmişik, hər yer deyirsiniz, gedək. Ki, hətta bir dənə vanetlər ki var idi, içəridə 2 rədi xanım oturmuşdular, mənə yer olmadı və mən dalda, vanetin dalında atamla birlikdə, başqa ağalarla birlikdə dalında oturmuşdum. Bayrağım da əlimdə. Və bizi apardılar orada yaxın olan Kəlandəriyə. Oraya yetişdik, çoxlu məətəl olduq, bizlər hamımızı orada saxladılar və yetişəndən sonra orada biz taza gördük ki, hələ bizdən qabaq nə qədər başqa qadınlar da vardılar ki, onları da hələ bizdən qabaq oradan tutublar və apardılar Kəlandəriyə. Ağalar və xanımlar ayırdılar və xanımla hamısını apardılar bir dənə otağa. Biz otaqdaydıq, biz 17 nəfər qadın idik o otağın içində və 3 nəfər itilat məmuru, ya hala libas şəxsi pastar, hala hər nə mənə. Orada da və bizi sual bitirdilər ki, siz به تحریک عوامل بیگانه gəlmisiniz bura, به تحریک şəbəkəهای بیگانه gəlmisiniz. Dəliliniz nə mənə? Biz də hamımız deyirdik ki, yox, axı traktordur, biz traktorçuyuq da, traktorun amili biganəyə nə rəbti var? Traktor sizin özlücüzün bir timidir və biz də onun həvadarıyıq. İçəriyə qoymursunuz gedək, biz eşdən gəlmişik baxaq. Biz heç bir zülmümüz və günahımız olmuyor.
Və bizlərin içində yəni həm yaşlı qadınlar var idi, həm cavan. O zaman xop mən 8 il öncə daha bundan gənc idim. Məndən sonra bir ayrı ana və qız var idi. Heç yadımdan çıxmaz. O qız elə məndən yaşıt olardı. Rus ərisində qırmızı idi və ayılduzu vardı Rus ərisində bütün. Ki ona deyirlər sən bu Rus ərini hardan almısan? Nə haqqla bunu ötmüsən? Ki o da deyir ki, yox da Rus əridir mənə kado gətiriblər yəni mənə. 2 dənə ayrı yaşlı qadın vardılar ki, onlar birlikdə hətta çadralı idilər, gərək çadralı idilər. Onlar da gəlmişlər hətta və bu çox ilginc idi. Biz orada çoxlu hələ sual soruşdular və biz deyək ki, biz heç bir təhrişlə gəlməmişik. Biz traktoru sevirik və gəlmişik. Gördülər orada bir nəticəyə çatmırlar. Bizə dedilər ki, sizi ayrı yerə aparaq. Apardılar, yenə bizi həyətdə minibusa mindirdilər. Elə bir minibus doldu təqribən. Və orada biz bunu bildik ki, bundan xəbərimiz oldu ki, bizdən qabaq da bir minibus qadın aparıblar. Yəni bizdən qabaq da varlar. Bizim Montağolatonu görmədik əslən və xəbərimiz olmadı onlardan. Bizi apardılar, oradan sahibdəki olan İttilata, Nirə İntizaminin fikrim İttilatı, sahibdə olan məqərlər vardı, sahib xiyabanında. Oraya yetirdik, yenə ağaları, bəyləri ayrı və son oradakılar ya cavan qadın idilər ki, öz ağaları ilə, öz həyat yoldaşları ilə gəlmişlər, ya da ki, mənətay ataları ilə var idilər orada. Onları da hamısını müntəqil elədilər, ayrı apardılar. Oraya yetişəndə həyatın içinə ki, biz girdik, bir dənə konneksə hamımızı apardılar və 2 dənə polis xanım gəldilər bizdən ittilat almağa ki, evinizdə mahvarə var, ya mahvarədə hansı şəbəkələrə baxırsınız, belə sorular. Ki, hamı da cavablarını verdi ki, birdən bir dənə ağa girdi, durbin əlində istədi, hamının əksini çəksin və qadınlar buna icazə vermədilər, hamı etiraz elədi və xoşbəxtanə həmçə biri olduq, o ağanı ötürdük eşiyə konneksdən və bizim əksimizi çəkə bilmədi. Orada hala çoxlu suallar soruşdular, yenə çoxlu şeylər ki, niyə məsələn bunlar bu cür şeylərə qarışmısınız, siz yox əmdən gəlmisiniz, siz nizamı xətərə salmısınız, belə sorulur. Oradan ki, qutulduq, bizim hamımızı yenə bir dənə otaqda həbs elədilər. Yenə 17 nəfər xanım idik. Bəylərdən heç bir xəbərimiz yox iş olan başlarına nə oyun gəlib. Sonra da anladıq, onlar da yenə öz bazdaşqahlarına, öz ayrı otaqda həbs eləmişdilər. Və oyun ki, saat 5-də başladı. Yəni, biz oyunu da görmədik. Biz o zamandan tutulduq və ta gecə saat 9:30-10 hududuydu ki, bizi təahhüdlə buraxdılar. Atamdan bir dənə təahhüd aldılar ki, ondan sonra ta fəslin axirinəcən traktorun tamam Təbrizdə olan oyunlarında atam məcbur idi ki, getsin və o Kəlantərdə oyuna baxsın. Ta oyun qutulandan sonra atam eləyə bilərdi ki, azad olsun və yəni hər həftə o oyunun müddəti atam bazdaşlı olurdu Kəlantərdə. Ondan sonra buraxıldıq. Çox bir gerçəkdən maraqlı bir məsələdir, yəni maraqlı bir nüqtədir burada. Əvvəldə siz işarə elədiniz, mən elə o bir sual beynimdə vardı ki, şəkillərdə elə diqqət eləyəndə görsənir ki, siz təbii ki, siz təpəni tək başına çıxırsınız və çox gözəl bir tarixi bir şəkildir. Sizin o təpələrdən bir yürüyüşünüzün şəkli və bir də təpələrin başında durubsuz bayraq əlinizdə və oyuna baxırsınız. Bu çox gözəl bir, gerçəkdən çox gözəl bir xatirəvi bir şəkildir. Amma onların kənarında stadionun içində də elə sizlərdən şəkil çəkilibdir. Yəni bu olayları bir şəkillər vasitəsilə də biz eləyə bilirik, görək ki, siz ailənizlə birlikdəsiniz, gedirsiniz və bütün orada olan digər qadınlar və digər ailələri də baskıya məruz qoyurlar və sizi toplayıblar və aparırlar. O ərəfədə bəzi gözəl şəkillər də var ki, mən bu arxamda da gedir ki, siz ataz və anazla da birlikdə və çox bir gözəl bir səhnə yaranıbdır. Yəni Azərbaycan sevərliyi artıq 2-3 nəsl bir yerdə və bir bərabərlikdə biz görə bilirik. Ata, ana və oğlan hamısı bərabər birlikdə. Bilirəm ki, biləxərə sizin ataz-anaz yəqin 50-dən aşkındır yaşları və ona rəğmən o dağlardan çıxmaq, o təpələrə özəlliklə sizlə bərabər gəlməklər. Yəni bu ki, biz gəncimizi tək buraxmırıq. Hətta bu yola inansaq da, inanmasaq da bərabər gedirik və bu ailə Azərbaycan sevərliyi bütün bizim
bir çox ailələrimizdə yaşayır. Və siz də buna işarə elədiniz və çox maraqlı bir məsələdir bu ki, sizin ataz da artıq məcbur olur getsin və traktorun hər bir oyunun Bazdaşda, yəni tutsaq olaraq Kələntəridə izləsin. Bu çox bir gözəl bir ilginc bir ilklərdəndir ki, bəlkə fəqət elə İran kimi ölkədə biz buna şahid ola bilərik. Hörmətli Maraq xanım, siz işarə elədiniz bəzi baskılara. Gerçi mən bilirəm, ondan sonra da elə sizin özdə də universitetdə də bəzi baskılara məruz qaldınız və elə ara sıra elə hər zaman təbii ki, milli fəal olduğunuz üçün milli fəaliyyətlərinizdən dolayı belə baskılara məruz qalıbsınız. Həm özünüz olasınız və həm elə hörmətli ailənizdə bu baskılarına məruz qalıbdırlar illər boyu. Bəzi şəkillər sizdən paylaşılıb və bəzi fəaliyyətlərinizdən dolayı. O baskılardan dolayı təbii ki, elə bir məsələdir ki, elə baskılardan dolayı bizim sizin şəkilci tam olaraq, net olaraq hörmətli izləyicilərimiz görürlər ki, biz göstərə bilmirik və ümid edirik ki, bir zaman gəlsin artıq əmniyyəti məsələlərin hamısı çözülsün və bu sorunlar oradan geçsin. Hörmətli Maraq xanım, indi əgər o olaylar bitibsizsə, siz əkləmək bizə istəyirsinizsə buyurun, yoxsa ki, mən elə o istiqamətdə isə ayrı sorular da verəm, yəni traktorla bağlı, elə milli hərəkətlə bağlı, əgər izin varırsa. Buyurun, buyurun. Siz də işarə edərdiniz, yəni o zaman traktor birinci ligəyə gəldiyində bir çox həvəslər yarandı, həm elə millət içində, ayrıca elə millət hərəkət tərəfindən də bu bir vəsilə olaraq, bir araz olaraq kullanıldı, ta biz milli məfkurəmizi artıq millətin içinə aparaq və zaman-zaman çox başarılar da əldə edildi. Amma təbii ki, İran İttilaat Qüvvəsi və İran rejimi bunu bildiyindən dolayı da çalışır ki, bu vəsiləni bizim əlimizdən alsın. Necə ki, indi əlində siz görürsünüz, traktorun durumu heç bir yaxşı deyildir. Traktor oyunlarına gedənlərin sayısı azalıbdır fərqli məsələlərdən dolayı və artıq o zamanların olan olayların indi şahid ola bilmirik. Mən xatırlayıram, sizlə o zaman danışanda siz çox gözəl fikirlər buyururdunuz ki, biz sadəcə bu vəsiləni, yəni biz traktorçuluq etmirik. Bəlkə biz buradan bir vəsilə olaraq kullanırıq elə milli hərəkətin sözlərini demək üçün və artıq siz o zaman elə Qustər İşğulat da təzə çıxmışdı və çox gözəl fikirlər buyurdunuz. Sizin baxışınız nədir? Yəni, indi ələn rejim vaxtı bu vəsiləni bizim əlimizdən alır, biz nə edə bilərik? Dəqiqən ödür ki, buyurursunuz. Traktor ya Qustər İşğulat ya şəhərdari maşınsazı bizim hər bir taxımımız Azərbaycanda var. Təhdə Təbrizdə də yox, Urmuda da ola bilir, Ərdəbildə, Zəncanda. Bütün bu şəhərlərdə bizim çoxlu taxımlarımız var. Necə ki, Urmiyanın voleybol taxımı var. Biz bunlardan, yəni, Azərbaycanlı olaraq gərək bunlara bir fürsət üçün baxaq. Nə sirfən bu ki, mən traktor tutuyam və gedəm, traktoru fəqət təşviq edəyəm, oyunu utuzdu, məsələn, ya utdu, xoşallıq eləyəcəm, gələcəm. Bu qədər olmamalı. Necə ki, traktorun əvvəl illəri ki, başlamışdı, bizim stadionlar dolu olurdu. Çox gözəl şüarlar verilirdi Urmu gölünün haqqında, ana dili haqqında və bizim bütün müşkilatımızın haqqında çox gözəl bir şüarlar gedilirdi. Və 70 min nəfər insan o stadiondan şəhərə rəvan olurdu. Təbiətən biz indi istəyək bir dənə 70 min nəfər adamı yığaq bir xiyabana, bedunəyin ki, mücavizimiz ola, bedunəyin ki, bir hükümət niruları bizim qabağımızda, qarşımızda olsunlar, eləyə bilmərik. Stadiona getməklər bir dənə mücavizli, bir dənə çağırış ola bilər bizə. Sanki, yəni, dövlət Qustər İşğulat olsun. Yəni, biz mütəəssifanə indi bu geçən illərdə daha, məsələn, çox daha az görürük ki, o stadion dolsun. Daha az görürük ki, o qədim şüarlar verilsin. Bu bir, düzdür, bu əmniyyəti niruların işləri ola bilər. Çoxlu cavanlarımız, gənclərimiz tutuldular, çoxluları həbsə məhkum oldular. Düzdür, bəli, biz bu fürsəti əldən verməməliyik. Yəni, bu bizə bir dənə fürsətdir. Biz həm gərək traktordan, həm Qustər İşğulatdan və bizim bütün taxımlarımızdan. Bunlardan bir fürsət olaraq bunları biz görək və bunlardan istifadə edək, öz haqlarımızı tazaşdan dilə gətirməyə və bunu demək ki, milli hərəkət dəryanı var, milli hərəkət diridir. Diridir, diriliğini hamımız bilirik. Necə ki, hər bir çağırış olur, Urmu gölünə görə, hər bir ayrı çağırışlar olur. Az da olsa, çox da olsa olur. Yəni, şəhərin içində cavanlarımız, gənclərimiz belə əmniyyəti basqınlara
rəğbən olur. Yəni çıxırlar və öz istəklərini dilə gətirirlər. Məxsən bu əmniyyəti vəziyyətdə ki, indi hər bir nəfərə şayad xiyabanda 3 nəfər şəxsi bir məmur olsun. Bunlar hamısı çox yaxşıdırlar. Bunlar göstərirlər ki, bizim milli hərəkatımız diridir və dalda da işlər və oyanışlar qabağa gedir. Bəli, son əmniyyəti baxımından biraz şərhdə şayad çətin ola bilər bu ki, çıxıb bir yerə yığışmaq. Biz bu fürsətlərdən gərək daha yaxşı istifadə edirik. Çox doğru nüktələrə işarə edirsiniz. Bağışlayasınız, hörmətli Məral xanım. Dəqiqən siz işarə elədiyiniz kimi, yəni bu fürsətlərdən dəyərlənib və faydalanmaq lazımdır və gərəkir. Hörmətli Məral xanım, indi belə bu istiqamətdə mən ayrı bir fikir də beynimə gəlir. Yəni ayrı bir genel soru ki, biz ümumiyyətlə hər ildə 8 Mart yadımıza düşür. Nə yazıq ki, milli hərəkətdə biz bir çox zaman buna şahidik ki, sadəcə biz qadınların milli hərəkətdə olan rolun və qadınların milli hərəkətdə olmadıqlarının boşluğun sadəcə elə o dünyalıq qadın günündə və o ərəfədə bilirik və diqqətə alırıq. Ondan sonraki zamanlarda söhbət olmur, danışılmır və bu sorunu çözməyə çaba göstərilmir. Bir halda ki, bu sorunu bir çoxumuz bilirik və bir çoxumuz bilirik ki, belə bir sorun vardır, amma çözülmür. Örnəklərdən birisi elə sizin cənabınız özüsünüz ki, mən bilirəm də ki, çoxlu fəaliyyətləriniz olubdur milli hərəkətin içində və bəlkə ən belə yüksək, gözə çarpan nöqtələrindən birisi də elə bu traktorla bağlı idi ki, sizin şəklinizdə paylaşıldı və hər yerə getdi. Ondan sonra da zaman-zaman fəaliyyətləriniz olub və sizə tabii bir çox bizim qadın fəalımız vardır ki, elə bu sahədə çalışırlar da, aktivdirlər də, fəaldırlar da, çox gözəl fikirləri də vardır, çalışmaq istəyirlər də, yer axtarırlar da çalışmaq üçün, amma milli hərəkət bu qadınlarımızdan faydalanıb və bu fikirləri dəyərləndirə bilmir. 8 Martda bir çox müsahibələr paylaşılır, söhbətlər olur ki, bunun nədəni, sorun hardadır? Yəni, nə üçün qadınlar milli hərəkətdə söz deməyə öz yerlərini tapa bilmirlər? Bu milli hərəkətin söyləm, yəni danışıq zəfidir, aya milli hərəkət edə bilmir, qadınları cəzb eləsin, ya əmniyyəti məsələlər vardır ortada, ya qadınlarımız ümumiyyətlə milli hərəkətlə əlaqələri yoxdur ki, mən inanmıram belədir. Yəni, siz başda olaraq çoxlu qadınlarımız bunun tərsini göstərirlər. Sizcə sorun hardadır? Yəni, bəlkə də elə normaldır, bilmirəm. Yəni, sizcə milli hərəkət qadınlarla bağlı, qadın hərəkəti ilə bağlı durumu necədir? Qadınlar demək olar ki, günbəgün, yəni bu çox ümid verən bir nöqtədir bizlərə ki, qadınların nəqşi günbəgün daha çoxalır milli hərəkətin içində və düzdür, şayad gözə gəlməsin. Amma bu ki, məsələn, cəşnlər olur, bir yerə yığışmaqlar olur. Bunda görürük ki, günbəgün qadınların sayısı artır ki, öz həyat yoldaşlarının yanında qatılırlar bütün mərasimlərə. Öz uşaqların ana dil klasslarına göndərirlər, milli rəqslərimizin klasslarına göndərirlər və bu çox ilgincdir ki, fəal qadınların sayısı günbəgün artır Azərbaycanda. Müntəha bu ki, niyə gözə gəlmir və tanınmır? Bəlkə buna xatirdir ki, bizim indi milli fəallığımız cələsələr olur, milli fəallar yığışırlar, fikirlərin bahəm deyirlər. Bu cələsələrdə daha az qadınlar gedirlər və qatılırlar. Dəlil də şayad budur ki, bir əmniyyəti məsələlər ola bilər. Bir də bu ki, məncə qadınların da bir özlərinə razı, bir dənə cələsələr cəh olmalı olar, bir organizə cəh olsunlar. Yəni, artıq da milli hərəkətin bir dənə də qadın qolu cəh olsun ki, qadınlar yığışsınlar, məxsusən analar. Son bizim gələcək nəsillərimizi analardırlar ki, tərbiyə verirlər və analardırlar ki, eləyə bilərlər, o birisi anaları oyandırsınlar. Mütəəssifanə biz hələ indi Azərbaycanımızda görürük ki, bu dövlətin taza siyasətlərinə ki, mədrəsələrə qoyublar. Budur ki, uşaq gərək elə Məhdə Kudəkdən, Amadəgidən başlaya farsı danışmağı başara. Ona görə ana, ata onun qorxusundan ki, uşağı bəlkə daliyə qalacaq ki, məncə əslən düz bir dəlil deyir. Bəlkə şayət daliyə qala, ya təhqir ola, ya təməsxur ola, uşağı elə dünyaya gələnə biləsiyinə farsı danışırlar. Bir ananı, bir bəy bəlkə çox irtibatı olmayata onu oyandırmağa. Bir ananı bir ana eləyə bilər oyandırsın.
və bu irtibatları hər nə qədər daha çox genişləndirmək və analar daha çox bu həm irtibatda olmaq, gənc qızlarımız bu həm irtibatda olmaqları və qadın haqların, yəni çox gözəl eləyə bilərlər öz qadın haqlarından da milli hərəkətin yanında onları da qabağa aparsınlar və qadın haqlarını tələb eləsinlər. Məncə bu orqanizə olmağın yeri görüşür milli hərəkət. Güzel fikirlər buyurdunuz. Gerçəkdən mən özüm də çox faydalandım. Özellikle bu əvvələn çox ümidvericidir. Yəni bu ki siz buyurursunuz, təbii ki içərinin durumu dışarıdan fərqlidir. Biz iki sahəyə bölməliyik. İçərinin durumu siz işarələdiyiniz kimi əgər yəni belədir ki, çox da gözəl genişlənmə gedir. Bəlkə siz buyurduğunuz kimi elə yeraltı. Yəni elə bu ki elə münasibətlərə getdikcə qadınların getməyi çoxalır. Bu çox ümidverici bir məsələdir. Və onun yanı sıra çox gözəl bir nüqtəyə də işarə elədiniz. Gerçəkdən çox bir böyük boşluq vardır bu sahədə ki, qadın qolu yaranmalı. Çox gözəl bir nüqtə idi bu ki, elə qadınlar özləri başlayıb artıq orqanizə olub, artıq bu orqanizatorluq şəkli ilə qabağa getməlidirlər. Siz demişkən bir ananı çox gözəl bir şəkildə bir ana çox gözəl başa düşüb və onu milli məfkürə ilə tanış eləyə bilər. Çox gözəl nüqtəyə işarə elədiniz, hörmətli Maral xanım. Mən çox vaxtınızı tutmaq istəmirəm, gerçəkdən çox sevindim. Yəni təşrif gətirib bizlə birlikdə olmağınıza gerçəkdən şərəf verdiniz. Son sual olaraq elə beynimə gələn sualları soruşam. Gerçi çox suallarım vardı xidmətinizdən. Bəlkə gələn verilişlərimiz də oldu. O verilişlərdə yenə də sizi burada qonaq oldunuz biləmizə və birlikdə olduq. Ayrı söhbətlər də elədik. Elə milli hərəkətlə bağlı və özəlliklə o Ərəfə ilə bağlı, orada nə zaman nə ittifaqlar düşdü və ondan sonradakı olan baskılar və s. Amma hələlik sadəcə bir sualım vardı, elə milli hərəkətlə bağlı. Bu ki, siz də bir işarə elədiniz, elə milli hərəkətin qadın bölümü ilə bağlı ki, qadınların getdikcə huzurları çoxalır və artıq bu inkişaf da tapır və çox da gözəl bir nüqtədir. Ümumiyyətlə, Güney Azərbaycan milli hərəkəti indi əlan bu tariximizdə, bu günümüzdə bu sual çox verilir. Özəlliklə son illərdə, son zamanlarda bu ki, milli hərəkət artıq gücsüzləşibdir, gücün əldən verir, nə bilim, bəlkə ayrı bir yollar tapmalıyıq, daha mədəni fəaliyyət eləməliyik və belə söhbətlər olur. Nasionalizm pisdir və millətçiliyi artıq dəyişdirməliyik ayrı ideolojilərlə və s. Və buna da bəzi faktlar gətirirlər ki, baxın bizim eşə çıxmalarımızın sayısı azalıbdır və nə. Sizdən Təbrizdə yaşayan dəyərli milli fəalımızdan ki, həzinəsini də veribdir, zamanı gəldiyində qorxmazca, tək başına, dimdik ayaqda, yəni dağa da çıxıbdır, sadəcə traktor sevərliyi, Azərbaycan sevərliyi göstərmək üçün hələ çox bir gənc yaşındaykən, yəni heç bir qorxunuz da yoxdur. Sizcə, siz içəridə olduğunuzda milli hərəkət güclə qabağa gedir, yoxsa milli hərəkət dayanıbdır və biz bu milli hərəkəti, milli məfkürəni dəyişdirməliyik? Bu nəzər ki, siz buyurdunuz, mən də çox eşitmişəm. Bu ki, mütəəssifanə eşdəki olan fəallarımız, İrandan eşdə olan fəallarımız bu nəzərləri var, milli fəallara görə, milli hərəkətimizə görə itərli. Mən qətiyyətlə bundan müxalifəm. Milli hərəkəti gücü ilə qabağa gedir. Bəlkə, yəni itərdə olanları fəqət itərdəkilər eləyə bilirlər, dərk eləsinlər. Əgər indi bir xiyabana mən çıxıb və öz haqqımı 85 kimi istəyə bilmirəm. Buna xatirdir ki, mən yəni daha əmniyyəti vəziyyəti daha pisəlibdir. Yəni o rahatçılığa ola bilmir. İndi bir şərait yaranıb ki, hər kəs öz yanında oturana şəkki var şəhərdə. Son vaqəən də ödürdü. Libas şəxslərin sayısı artıb. Və ona xatir bahis olub ki, milli hərəkət daha evlərə, daha itəri, daha insanların çox kiçik dəmlərinə yığışıbdır. Amma zamanı gələndə də eşiyə çıxmaqlar olubdur. Etiraz halətdədir. Şahgöldə gedib xiyabanlar bağlanıb və cəmaət başından yeni və şüarlar verməklər olsun, stadionlarda olsun, ara sıra məsələn 10 nəfər bu küçədə, 10 nəfər bu küçədə və şüar verməklər olsun və hətta əmniyyətin niruları gizlətmək ki, gah bu küçədən səs gəlir, gah o küçədən səs gəlir. Milli hərəkət yerində gücü ilə gedir, şayət 85 kimi üzdə olmasın, amma dalda da o yanlışlar var millətimizin içində. Tamam, yəni ola bilirdi mənim dostlarımın içində ki,
küllən uşaqlıqda farsı danışmışdılar bilərsinə. Farsı danışırdı və indi o halətə gəlib ki, özü bir dənə türkçə gəlib farsı danışır, özü onu məsxərə edir. Və bu uyanışlar çox-çox, məsələn gənclərimizin içində, cavan qızlarımızın içində daha çox görüşür. Bu əslən mən bundan müvafiq deyirəm. Bizlər içində varıq. Bizlər bilirik ki, bəlkə yəni təbiətən özürdür. Eşdəki olanlar, burada keçənlərin bəlkə milyondan birini bilmir. Burada nə sözlər keçir, milli fəallar yığışırlar, nələr danışırlar, nələrə təslim tuturlar. O yüzden bu düşüncə əslən düz deyil. Milli hərəkət öz gücü ilə qabağa gedir. Qabağa gedəcək və sürətindən də azalmayıbdır. İnşallah ki bir günə çataq ki, yəni özümüz artıq öz sərnişimizdə. Çox gözəl bir açıq, net, aşkar və kəskin bir cavab içəridən Təbriz şəhərindən. Hörmətli Maral xanım, çox sağ olasınız. Dəyərli vaxtınızı bizdən paylaşdığınız üçün və bizə qonaq gəlib və bizlə birgə olduğunuz üçün minnətdarlığımı bildirirəm və gerçəkdən yorulmayasınız. Eşq olsun sizin bütün verdiyiniz əməklərə və çəkdiyiniz zəhmətlərin namusu üçün yorulmayasınız. İnşallah gün olsun siz buyurduğunuz kimi zamanı gəlsin ki, öz müqəddəratımızı özümüz təyin edək və zamanı gəlsin ki, siz, biz hamımız birlikdə elə Təbrizin Səhənd stadionunda birlikdə traktorumuzu, bəlkə milli timimizi, öz milli taxımımızı orada alqışlayıb və toplantılar keçirək və cəşn tutaq. Sağ olasınız bizlə birgə olduğunuz üçün. Əgər izləyicilərimizlə son bir sözünüz vardırsa, buyurun ki, vidalaşaq. Mən də sizdən və proqramımızdan çox təşəkkür edirəm məni çağırdığınız üçün. Və sizin əllərinizə ağrımasın gözəl bərnamələriniz üçün. Son sözüm olaraq bir diləyim var, bəlkə İrandan eşidəki olanlara görə. Bu ki, yəni atalarımızın sözüdür ki, el gücü sel gücü və güc birlikdədir. Birlikdədir. Bəzi sözlər olur, bəzi təfrəqələr olur, yəni artıq biz bir-birimizə ittiham vurmaq və bir-birimizdən gileylənməyə, biz bunları qoyaq qırağa. Bu ki, yəni bu cür işlər bazı sonra bizi öz əsli hədəfimizdən dalıya qoyur. Gərək müttəhid olaq. Bizim bir dənə vahid hədəfimiz var. Azərbaycanımızın qabağa getməyi, Azərbaycanımızın öz əli, öz başı olmağıdır. Və bütün canımızdan gərək bu yolda istifadə edək. Mənim də artıq sözüm yoxdur. Çox sağ olun. İzləyicilərdən təşəkkür edirəm ki, siz sağ olasınız. Hörmətli Maral xanım, Sığmı xanım ki, biz bu verilişdə əmniyyəti nədənlərdən dolayı təbii şəkillərini o cür ki, gələ paylaşa bilmədik və artıq taxma adında müsahibəni və verilişi hazırladıq. Gerçəkdən çox böyük bir yaramıza işarə elədiniz və böyük bir sorunumuza birlik məsələsi. Ümid edirik ki, bu məsələdə tezliklə çözülsün, bəlkə bir yollar tapa bilək. Bəlkə siz buyurduğunuz kimi milli hərəkətin paramparça olunmuş, milli hərəkətin tikələri, qolları birlikdə çalışsın. Gerçi siz işarə elədiniz ki, milli hərəkət tamamilə güclə qabağa gedir, amma daha gözəl olar ki, bu güclərin hamısı birlikdə olsun və bərabər çalışsınlar. Və bəlkə gələn verilişlərimizdə ilə cənabınızla birlikdə olduğu məsələndə artıq daha diqqətlə, daha ətraflı danışa bilirik. Hörmətli izləyicilərimiz, gördüyünüz kimi bu günlərimizdə proqramın sona çatdı. Bir fərqli proqram idi bu günlərimin dialoqu. Artıq bəlkə xidmət sizə ərz etdim ki, birinci bizim dialoq serimiz bitmişdir. Amma bəlkə zaman-zaman belə fərqli günlərdə, fərqli olaylarda belə bir özəl olaraq proqramlarımızda hazırlansın. Ümid edirik ki, yenə də sizlə birlikdə olub və birlikdə Azərbaycan məsələləri haqqında danışaq, zaman keçirək. Bizi izlədiyiniz üçün təşəkkür edib minnətdarlığımı bildirirəm. Sağ ol, salamat qalın.